Ev sahibi olmaq illərlə insanlar üçün əlçatmaz arzu kimi görünürdü. Ancaq Azərbaycan dövlətinin qurduğu mexanizmlər sayəsində bugün minlərlə insan bu arzunu reallığa çevirib. İpoteka kreditləri, sosial mənzillər, həmçinin kirayədən mülkiyyətə keçid modelləri Azərbaycan dövlətinin mənzil siyasətinin əsas dayaqlarıdır. Bu mexanizmlər fərqli sosial qruplara hesablanıb. Kimisi artıq oturuşmuş stabil gəliri olanlar, kimisi isə hələ yolun əvvəlində olan gənc ailələr üçün nəzərdə tutulub. Əsas məqsəd isə birdir: mənzil sahibi olmağı mümkün qədər əlçatan etmək. Bugün ölkəmizdə ipoteka krediti banklar üzərindən verilir və iki əsas kateqoriyaya bölünür: adi və güzəştli. Xüsusilə sosial statusu olan vətəndaşlar üçün nəzərdə tutulan 4% ipoteka ən maraq doğuran mexanizmdir. Şəhid ailələri, jurnalistlər, müəllimlər, məcburi köçkünlər, gənc alimlər və daha bir çox insan bu güzəştdən yararlana bilir. İstənilən üsulda isə müəyyən bir prosesdən keçmək və bir qədər səbirli olmaq lazımdır. Çünki mərhələli şəkildə sənədlər yığılmalı və əlaqəli qurum və ya banka təhvil verilməlidir. İlk olaraq asan login, asan imza ilə əldə olunur. Elektron ipoteka portalında qeydiyyat tamamlanır. Şəxsi kabinet yaradılır. Gəlir və sənədlər sistemə yüklənir. Bal sistemi ilə avtomatik yoxlama keçirilir. Uyğunluq təsdiqlənir. Bank və mənzil seçimi həyata keçirilir. Bazarda bir evin qiyməti əl yandırdığı halda MİDA layihələri daha münasib şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Burada əsas fərq qiymət və uzunmüddətli ödəniş rahatlığıdır. MİDA tərəfindən inşa edilən mənzillər bazar qiymətindən aşağı təklif olunur. Seçim onlayn olaraq aparılır və proses tam şəffafdır. Evin ağ qiyməti almağa gücü çatmayan, amma sabit gəliri olanlar üçün başqa bir yol da var. Əvvəl kirayəçi, sonra ev sahibi olmaq. Bu model xüsusilə gənclər üçün yeni fürsətlər açır. Bu mexanizmdə vətəndaş əvvəl ona hesablanan qiymətin bir illik həcmini ödəyərək mənzildə kirayəçi kimi yaşamağa başlayır. Aylıq ödənişlər tədricən mülkiyyət payına çevrilir və müddət bitdikdən sonra mənzil tam sahibinə keçir. Bu günlərin rəsmiləşmə sayılarına diqqət etsək, 9077 sayda kirayə müqaviləsi bağlanaraq vətəndaşlara mənzilləri təhvil verilmişdir və mənzil şəraitini yaşlaşdıran vətəndaşların 60%-dən çoxu gənclər və gənc ailələr təşkil edir. Burada underwriting tələbi də, qiymətləndirmə tələbi çox sadədir. Yəni vətəndaşların gəlirlərinə və xərclərinə onların aylıq ödənişləri müəyyən olunarkən, yəni ödəmə qabiliyyətləri müəyyən olunarkən gəlir və xərclərin qiymətləndirməsinə çox yumşaq qiymətləndirmə tələbi tətbiq olunur və bu da təbii ki, vətəndaşlara imkan verir ki, mexanizmdən faydalanaraq öz mənzil vəziyyətlərini yaxşılaşdıra bilsinlər. Kirayə mənzillərinin əldə edilməsi üçün 3 iş günü kifayət edir. Yəni təcrübədə kirayə mənzillərin 3 iş günü ərzində vətəndaşlar mənzil sahibi ola bilirlər. Və müraciət anına yaşı 60-dan yuxarı olmayan, vaxtı keçmiş aktiv krediti olmayan və rəsmi gəlirlərə malik olan vətəndaşlar mexanizm üçün müraciət edə bilirlər. Bütün hallarda bu fürsətlərdən faydalanmaq üçün vətəndaşın rəsmi gəliri olmalıdır. Gözləmə müddəti ola bilər, çünki proses mərhələli şəkildə aparılır. Elə bu səbəbdən də hər mərhələnin seçimləri də məhduddur. Amma bazar qiymətləri ilə müqayisədə bu modellər ən real alternativlərdir. Bugün Azərbaycan dövləti həyata keçirdiyi mənzil proqramları ilə sadəcə ev tikmir, eyni zamanda sosial sabitlik yaradır. İpoteka, MİDA və kirayədən mənzilə keçid mexanizmləri minlərlə ailə üçün sabaha olan inamı daha da artırır.